Ya Allah, salam olsun bizi izləyən dəyərli izləyicilərimizə. Hər birinizi müqəddəs Səhlə məscidindən salamlayıram. Bu gördüyünüz məscid Səhlə məscididir. Həzrət İmam Sadiq əleyhissalam buyurur ki, Səhlə məscidi salihlər və peyğəmbərlərin məqamları var orada. Namaz qıldığı məqamlar var. Və salih peyğəmbərlərin, mürsəl peyğəmbərlərin iqamətgah evi olub. Bu məsciddə, bu gördüyünüz yerlərdə Həzrəti İbrahim əleyhissalam, Həzrəti Xızr əleyhissalam, Həzrəti İdris peyğəmbər və Həzrəti İmam Zaman ağa, İmam Sadiq ağa, Həzrəti İmam Səccad əleyhissalam bu gördüyünüz Səhlə məscidində namaz qılmışdır. Çox müqəddəs məsciddir ki, fəziləti çoxdur. Buyurulur ki, kim bu məsciddə 2 rükət namaz qılsa, Allah onun ömrünə 2 il əlavə eləyər və həmçinin orada qılınan 2 rükət müstəhəb namazın fəziləti sanki cemaat namazı ilə bərabər namaz qılmısan və savabı sənə əlavə olunur. Allah ümumən həsrətini çəkənlərə bu müqəddəs ziyarətlərdə namaz qılmağı nəsib eləsin inşallah.